Kərbəlanın ən böyük səmərəsi İmam Hüseyni tanıtdırmaq deyildi. Haqqın qarşısında dayananları tanıtdırmaq idi. Və bugün istəyirəm onların mənfi xüsusiyyətlərindən bəzisini işarə edeyim və çalışaq ki, o xüsusiyyətlərdən uzaq olaq. Axı bu insanlar kim idi? Necə ürəkləri gəldi ki, tarixin ən böyük cinayətinə imza atsınlar? Hansı mənfi xüsusiyyətlər var idi bunlarda? Hətta İmam Hüseynin məzlum fəryadını eşidib yenə də ayılmadılar. Bunlar kim idi? Kim idi bunlar? Hardan gəlib çıxmışdılar bunlar? Necə yol gəlmişdilər? Kərbəla bunun üçündür ki, biz o xislətləri tanıyaq, o xislətlərə nifrət eləyək və görək ki, bizdə var yoxsa yoxdur, onun toxumu da varsa təhlükəlidir. Aşura günü ən müstəhəb əməllərdən biri İmam Hüseynin düşmənlərinə lənət oxumaqdır. Bilirsiniz də yəqin ki, ya Hüseyn deməkdən də fəzilətlidir. Niyə görə? Ona görə ki, adam lənətin səbəbini araşdırsın. İmam Hüseynin düşməni kimdir? Belə deməyək, kimdir də, kim olur olsun, Allah hamısına lənət eləsin, yox. Kim olur olsun, yox. Görək bunlar kimdir? Nə səbəb oldu? Allah eləməsin, bəlkə məndə də ondan var. Bəlkə məndə də o xüsusiyyətlərdən var. Bu hadisəyə Quran ayəsi ilə daxil olmaq istəyirəm. Buyurur ki, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ Buyurur ki, biz bu Quranı nazil etdik möminlər üçün şəfa və rəhmətdir. Ondan sonra buyurur ki, لَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا Amma həmin bu Quran ki, möminlərə rəhmət və şəfadır, kafirlərin ancaq ziyanını artırır, daha da azğınlaşdırır onları. Qəribə demirsin, adam Quranı qəbul eləmir. Qalsın həmən pisliyində də, Quran belə demir. Deyir, Quran gələndən sonra qəbul eləməyəndə həmin pisliyində qalmır, daha da alçaq olur, daha da rəzil olur. Niyə? Niyə? Hansı insanlardır bunlar? Dalınca buyurur ki, وَاِنْ أَنْعَمْنَا عَلَى الْاِنْسَانِ اَعْرَزَ وَنَّعَى بِجَانِبِهِ وَاِذَا مَسَّهُ الشَّرْ كَانَ يَعُوسًا Buyurur ki, elə ki biz insanlara, bu insanlar ki, Quran onların belə deyə, ziyanını artırır. Onlar hansı xüsusiyyətdədirlər? O insanlardır ki, onlara biz lütf eləyib bir şey veririk, azğınlaşırlar. Onlara neymət verdikcə üz çevirirlər. Neymət verməyəndə necə? Neymət verməyəndə də məyus olurlar. Neynəyəsən belələrini? Neymət verirsən, azğınlaşır. Vermirsən, məyus olur. Neynəyəsən belə adamlara? Dalınca buyurur ki, قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ Denən ki, hər bir insan öz şəxsiyyətinə uyğun hərəkət edir. Şakilə burada şəxsiyyət mənasındadır. Allah bunu demək istəyir ki, mən bilirəm ki, şəxsiyyətində nələr gizlədib bunlar. Mən bilirəm. Şəxsiyyətsiz insanlar kimdir? O insanlar ki, yaxşılıq elədikcə dayda ayağı yer tutur, üz verirsən astar istəyir. Kərbəladakıların bir mənfi xüsusiyyəti buydu ki, rəhmət qabağında, ehsan qabağında, yaxşılıq qarşısında azğınlaşan adamlar idi. İmam Hüseyin onlara nə qədər lütf eləyirdi, daha da azğınlıqları artırdı. Bizə bəlkə də təəccüblüdür. Mən bilirəm, siz hamınız inşallah ki, yaxşı insanlar, siz başa düşmürsünüz belə adamlar yəqin ki. Adama yaxşılıq eləyəndə adam təvəzzükar olar, dəyərləndirər. Adam var, yaxşılıq elədikcə daha da azğınlaşır. Quran bu insanlardan danışır. Bu şəxsiyyətə aid xüsusiyyətdir. Bu, bir-iki moizə ilə 17 rikət namazla bir günə düzəlmir. Din rahat öhdəsindən gəlmir. Bizim xalqımızın bir sözü var, yaxşı söz, deyir, qanındadır bunun. Adam var, qanındadır. Qanındadır, o mənada yox ki, bu düzəlməyəcək, çətindir düzəlməyi. Din rahat öhdəsindən gəlmir, şəxsiyyəti təşkil edən xüsusiyyətlərin. Bir dənə də ayəyə işarə edib sözümü yekunlaşdırıram. Bu da Kərbəlada olanların xüsusiyyətlərini açıqlayır. Çox maraqlı ayədir. Buyurur ki, Qutilə əshabul uxdud. Allah öldürsün deyir Uxdud səhabələrini. Səhabə deyəndə Uxdud əhlini. Uxdud əhlini. Uxdud əhli kimdir? Özü bilirsiniz, Quranda bir var ki, ölüm olsun, təsən ləhum. Ölüm olsun.
Bunu kafirlərə deyir. Bu daha şiddet. Allah öldürsün. Allah öldürsün bunlar. Çox deyən azıqlı danışır bunlar haqqında. Bunlar kimdir? Nəcranda yaşayırdılar. Həzrəti İsa'nın dinini təbliğ elədi bir nəfər. Onlar da dini qəbul elədilər, iman gətirdilər, ibadət elədilər. Uzun hadisədə vaxt uzalmıram. Bir nəfər qoşun çəkir, gəlir bunları öldürməyə ki, imanınızdan dönün. Quyu qazır, quyunun içini od qalıyır və bunları diri-diri atıb odda yandırır. Ənnar zatil vəqud. Od yandırır və quyuların içine atır bunları. Bir dəstə də oturub baxır. Bir dəstə oturub baxır. Sizcə Quran kimə deyir ki, Allah onları öldürsün? Oturub baxanlara, öldürənlərə demir. Oturub baxanlara deyir. Və hum ala ma yef'alun bil mu'minina şuhud. Buyurur, onlar möminlərə edilən zülmə baxırdılar, tamaşaçıydılar kənardan. Mənim nəyimə lazım? Dünya dağılır, dağılsın. Və mən nəqəbu minhum. Bu möminlərin günahları nə idi? İlla ən yu'minu billahil azizil hamid. Bunların günahı buydu ki, Allah'a iman gətirmişdilər. Allah kimi öldürsün deyir Quranda. Biganə adamları. Heç nə dünya vecinə deyir. Millət necə tarac olur olsun, nə işim var. Bu tip insanları.